Peyğəmbər bir gün Üsamət ibn Zeydə dedi Üsamə, ələykə bi tariqil cənnə, cənnətin yolun özünə lazım tut. Cənnətin yolundan çıxma. Cənnətə yollar gedir, o yolu özünə lazım tut. Üsamə deyir, Peyğəmbərdən soruşdum ki, ya Rəsulallah, cənnətə gedən ən yaxın yol hansıdır? İnsan bəzən istəyir ki, çox uzanmasın da, elə kəsə geçsin, məqsədə tez çatsın. Ən yaxşı, ən yaxın yol hansıdır? Həzrət Peyğəmbər buyurdu ki, 2 dənə şey. Biri isti havada susuz qalıb oruç tutmaq, biri də dünyəvi ləzzətləri, nəfsin dünyəvi ləzzətlərini sındırmaq. Bu 2 şeyi insan eləyə bilsə, cənnətə ən yaxın yoldur. Yəni elə bir günə, 2 günə, tez bir, qısa bir müddətə çatar məqsədə, çatar hədəfə. Sonra buyurdu ki, ələykə bis-savm fə innəhu cünnətun minən-nar. Üsamə, özünə orucu lazım tut. Ramazan ayı gəldi, orucu vacib bil özünə. Bu oruc adət deyil, ənənə deyil, belə deyil ki, tuta da bilərəm, tutmaya da bilərəm. Yox. Fə innəhu cünnətun minən-nar. Çünki o, Allahın əzabına bir sipərdir. O insanın aqibəti ki var, cənnət və cəhənnəm, cəhənnəmə sipərdir, cənnətə də gedən ən yaxın yoldur. Ona görə də insan bu aya diqqətli olmalıdır. Niyə? Çünki aqibət son həll olur burada. İnsan həyatının taleyi həll olur.